Salam əziz şagirdlər. Bu gün biz birinci hissə riyaziyyat test toplusunda olan məsələlərin həllinə baxacağıq. Məqsəd nədir? Buraxılış imtahanında yüksək bal yığmaq istəyən 9 və 11-ci sinif şagirdləri xüsusilə məsələ həllində peşəkarlaşmalıdırlar. Yəni, bildiyiniz kimi 9-cu sinifin buraxılış imtahanında 25 sualın 4-ü, 11-ci sinifin buraxılış imtahanında isə 25 sualın 7-si yazılı sualdır. Bu yazılı suallar adətən məsələ şəklində olur. Və məsələ həll edə bilməyən şagirdlər qapalı sualların, ənənəvi açıq sualların hamısını doğru cavablandırsalar belə, bu yenə də ciddi bal itkisi ilə müşahidə olunur, əgər yazılı sualları yazmasalar. 9-cu sinifdə yazılı sualların düşünün ki, hansı hissəsi məsələlərə aiddir. Deməli, orada 25 sualdan 4-ü yazılıdır və onlar 2 qat bal verir. 21 sual 1 qatdır. 21x, o da 4-ü vuraq 2x-a 8, 29x. 100-ü də bölsək, 100 balı 29-a bölsək, haradasa düşür? 3,4 təxminən bal. Deməli, 9-cu sinifin buraxılış imtahanında 1-dən 21-ə qədər olan suallar təxminən 3,4 bal, 3,4 bal aparır. 21 sual 3,4 bal təxminən. Yerdə qalan 4 sual isə, 4 yazılı sual isə bunun 2 qatı qədər, təxminən 6,8 bal olacaq. Bu tam dəqiq rəqəmlər deyil, təxminədir. Yəni, əgər siz o məsələləri həll edə bilməsəz, 4, 6, 24, 4, harca 27 bal itirmiş olursunuz, təxminən. Burada da 63, o da 72 tam neçədir, təxminən 73. Təxmini deyək də, bax, belə bir rəqəm eləyir. 73 və 27. Yəni, düşünün ki, əgər siz 9-cu sinif şagirdləri, sizə aiddir bu, əgər siz axırıncı 4 dənə yazılı sualı cavablandırmasanız, 4 dənə məsələni həll edə bilməsəz, onda bəri başdan bu 27 baldan 50-ci üzmüş olursunuz. Yəni, bu 27 bal sizin üçün əl çatmaz olur. Siz maksimum toplaya bilərsiniz 73 bal, əgər digər sualların hər birini cavablandırsanız. 11-ci siniflərdə bu vəziyyət necədir? 25 sualdan 18-i 1 qatdır, 7-si 2 qatdır. Yəni, 18 1 qatlara x deyək, 18x plus 7-ni də vururuq 2x-a, bərabərdir 100 bal. Yəni, düşünün ki, burada 32x bərabərdir 100 bal. 100 bal. Buradan 4-ə aparsan 8x bərabərdir 25 bal. X də bərabərdir 3,1 bal təxminən. 3,1 bal. 24, 1 də 14, 3,1 bal təxminən. İndi düşünün ki, əgər biz 18 ilə 7-ni ayrı hesablasaq, 18 sualınızın hərəsini 3,1 balla hesablasaq, yəni 7 yazılı sualları çıxıram, kənara qoyuram. Yəni, siz yazılı sualları yazmasanız, 11-ci sinifin buraxılış imtahanında, 11-lər bu sizə aiddir. 11-ci sinif imtahanında. 54, 10,8, maksimum deyək 55 bal. Yəni, siz 55 bal toplaya bilərsiniz, əgər yazılı sualları yazmırsınızsa. Göründüyü kimi, yazılı sualları yazmadıqda heç 4 qiymətini almaq olmur. Riyaziyyat üzrə 4 qiymətini heç belə almaq olmur. Ona görə də biz nə etməliyik? Məsələ həllərinə fikir verməliyik. Yazılı suallara fikir verməliyik ki, yazılı sualların üzərində biraz daha artırmalıyıq ki, yüksək balları qazana bilək. Ona görə də bugün mən qərar verdim ki, sırf məsələ həlli ilə bağlı sizlərə dəstək olaq. Yəni, görək, məsələlər necə həll olunur. Bir çox şagirdlərin bu, necə deyərlər, qorxulu yuxusudur. Bir çox şagirdlərin yaralı yeridir, yəni. Məsələ görəndə üzlərini çevirirlər ki, bu məsələni bir də görməyək. Amma reallıq odur ki, bu məsələ əvvəl-axır sizin qarşınıza çıxacaq. Siz bunu görmək istəsəz də, istəməsəniz də vəziyyət belədir. Ona görə də gəlin bu məsələləri çözək, bunların həll qaydasını, texnikasını paylaşaq. Vaxtımız çox uzun getməsin deyə
bir neçə üsuldan istifadə edə bilməzəm. Hərəsində bir üsul verəcəm. Amma yaxşı olar ki, bu videonu izləyərkən əvvəlcə özünüz məsələni fikirləşib bir həllini tapasınız, daha sonra videonu izləyib digər həlli görəsiniz və yaxud da ən azından həll edə bilməsəz belə, onda izahı daha aydın şəkildə başa düşəcəksiniz. Əgər özünüz ilk olaraq cəhd etsəniz. Yəni belə tövsiyə edirəm ki, bəli, videonu saxlayıb əvvəl özünüz həll etməyə çalışın, daha sonra həllə baxa bilərsiniz. Başlayaq birinci sualdan. Dəyişən hansı qiymətində 2y 3y minus 1 ifadəsinin qiyməti y vurulsun 7 plus 6y ifadəsinin qiymətindən 90% böyüdür. Deməli, burada 2y vurulsun 3y minus 1 90% böyüdür. Yəni, bərabər olacaq y vurulsun 7 plus 6y plus 90. Məsələn, 30 24-dən 6% böyüdür. Biz bu bərabərliyi necə yazırıq? 30 bərabərdir 24 plus 6 yazırıq. Ona görə də hansı böyüdürsə, böyük bərabərdir kiçiyin üzərinə həmin fərq. Yəni 90%. Burada kvadrat ənli alınacaq. 6y-in kvadratı minus 2y bərabər 7y plus 6y-in kvadratı plus 90. 6y-in kvadratlarla islah etsək, burada mənfi 2y minus 7y mənfi 9y bərabər 90. İfadəsinin qiyməti 90% böyükdür. Y 7 plus 6y. 6y-in kvadratı minus 2y, buradan da 7y plus 6y-in kvadratı, bunlar getdi. 90% böyükdür, plus 90. Mənfi 9y bərabərdir 90-a. Y bərabərdir 90 bölü mənfi 9. Mənfi 10-a. Mənfi 10-a. Sual soruşur ki, dəyişənin hansı qiymətində, Y-in hansı qiymətində? Cavab da olur Y variantı. Mənfi 10. Bu şəkildə həll edirik və məsələ bitir. Keçək ikinci suala. Görək ikinci sual nədir? İkinci sualda bizə nə deyir? Deyir ki, mağazada 64 müxtəlif həcmli 2 növ çaydan alındı. Kiçik çaydan böyük çaydandan 1 manat ucuzdur. Çaydanların hamısını satdıqdan sonra böyük çaydanların satışından 100 manat, kiçik çaydanların satışından 36 manat gəlir əldə olunmuşdur. Kiçik çaydanın biri neçəyədir? Görəndə ki, bu tipli məsələlər var ki, burada say, dəyər, miqdar var. Yəni, məsələn, 5 kitab satmışıq, hər kitabın qiyməti 7 manatdır. Onda kassaya gələn pul nə qədərdir? Avtomatik hamınız bilirsiniz ki, 5 vur 7, 35 manatdır. Yəni, burada 5 nədir, 7 nədir, 35 nədir? Burada 5 saydır. Deməli, say. Daha sonra qiymət var. 7 manat qiymətdir. Qiymət. Bir də kassaya gələn pul var. 35 manat. Bu da miqdardır. Bu tipli misalların həlli üçün. Deməli, belə bir cədvəl qururuq rahat formada həll etmək üçün. Anlaşılan formada. İndi. Burada. Kiçik və böyük üçün ayrıca bunları qeyd edəcəyik. Kiçik və böyük üçün. Yəni bu olsun kiçik. Bu da olsun böyük. Kiçiklərin satışından kassaya nə qədər pul gəlib? Miqdar 36 manat. Bəs böyüklərin satışından nə qədər pul gəlib? Miqdar 100 manat. Sonra baxırıq nəyə? Qiymətə baxırıq. Kiçiyin qiyməti 1 manat ucuzdur. Kiçiyin qiymətinə x desək, onda böyüyün qiyməti nə olar? X plus 1 olar. İndi gəldik saya. Say cəmi 64 dənədir. Bəs yaxşı, miqdar verilib, qiymət verilib, sayı necə tapmaq olar? Məsələn, belə fikirləşin ki,
Neçə məhsulun qiyməti, neçə məhsulun, bir sualı belə qoyaq. Qiyməti 5 manat olan, 5 AZN olan neçə məhsulun dəyəri 35 manatdır. Burada siz sayı tapmalısınız. Düzdür? Sayı tapanda nə edəcəksiniz? Qiyməti 5 manat olan neçə məhsulun qiyməti dəyəri 35 manatdır. Təbii ki, 35-i 5-ə böləcəksiniz. Deməli, sayı tapmaq üçün biz nə edəcəyik? Əgər bizə miqdar və qiymət verilibsə, sayı tapmaq üçün biz nə edəcəyik? Miqdarı qiymətə böləcəyik. Bayaq necə 35-i 7-yə böldük? Neçə kitab satılıb 7 manatdan, qiyməti cəmi 35 manat olub bütün kitabların. 35-i 7-yə böldük, 5 tapdıq. Burada da biz nə etməliyik? 36-nı x-a bölməliyik. Deməli, say üçün yazıram bura 36 bölü x. Burada say üçün yazıram 100 böl x plus 1. Və məsələyə nəzər yetirin, ümumi say 64 dənədir. Deməli, bunların cəmi bərabərdir 64-ə. Onda bura bir plus qoyuruq, bərabər eləyirik 64-ə. Beləliklə, biz bu tənliyi həll edəcəyik. 36 bölü x plus 100 bölünsün x plus 1. Bərabər 64. Daha sonra buradan hər bir toplananı əboblarına bölək, yəni 4-ə bölək. Burada qalar 9 bölü x, burada qalar 25 bölünsün x plus 1, x plus 1. Burada da 4-ə bölsək qalar 16. Daha sonra rasional kəsirlərin toplanma qaydasına görə əkov x, x plus 1 çarpaz birinci kəsin hər tərəfini x plus 1-ə vurmuşuq, olub 9x plus 9. İkinci kəsin hər tərəfini x-a vurmuşuq, olub 25x. Bərabərdir 16-ya. Yenə də bunun məxrəcinə 1 qoyub çarpaz vururuq. Onda olur 16-nı vururuq burada x-in kvadratı plus x-a. 16x-in kvadratı plus 16x. Yuxarıda 34x alınır və 9 alınır. Buradan da sola çəksək 16x-in kvadratı mənfi 18x minus 9 bərabər 0 tənliyini əldə eləmiş oluq. Diskriminant üsulu ilə tapsaq 18-in kvadratı 324. Düzdür, D1 də burada tətbiq eləmək olar B bölü kəm sayının. Minus 4AC S əmsalı mənfi olduğu üçün plus olacaq. 4 vur 16 vur 9, 576. Bunların cəmi neçə eləyir? 900. Bunların cəmi eləyir 900. Bərabər 900-ə. x1 tapırıq. x1 tapırıq. Mənfi b, yəni müsbət 18 plus 9-dən kök alırıq 30 böl 2a. 2 vur 16. 48 böl 32 neçə eləyər? 1/5. Bizdə ikinci kök aydın məsələdir ki, mənfi alınacaq 18 minus 30. Ona görə də bizim elə x-imiz oldu 1/5. Biz nə ilə işarə eləmişdik x-i? Kiçik saydanın qiymətinə x demişdik. Bizdən də kiçik saydanın qiymətini soruşur. Kiçik saydanın biri neçədir? Biz də deyirik ki, cavab 1/5 manatdır. Yəni, uyğun variant Y variantı qeyd oldu. Üçüncü sual çox oxşardır. Ona görə də tövsiyə olunur ki, üçüncü sualı özünüz yazın, özünüz hesablayın. Eyni qayda ilə. Keçdik növbəti suala, dördüncü sual. Tərəzinin bir gözündə çəkiləri bərabər olan 4 paket yağ və 100 qramlıq çəki daşı var. O biri gözündə onları tarazlaşdıran 1 kiloqramlıq çəki daşı var. Aha, bir paket yağın çəkisi nə qədərdir? Burada nə etmək lazımdır? Deməli, rahat məsələdir, çəkinməyə qorxmaq lazım deyil. Tərəzinin sol gözü ilə sağ gözü o vaxt bərabər olur ki, tərəzi tarazlıqda olsun. Burada da deyir ki, bəli, tərəzini tarazlaşdıran, yəni solla sağ bərabərdir. O zaman düşünün ki, bu tərəzidir, əyri də olsa.
Düz seçmək istəmişdim. Olsun. Deməli, nə var solda? Solda nə var? 4 paket yağ 100 qram. Paket yağa ilə 4P deyək. 4P plus 100 qram. Bəs sağda nə var? 1 kiloqram. 1 kiloqram neçə qramdır? Sol tərəf qramla verdiyisin, sağda qramla verək. Olacaq 1000 qram. 1000 qram. Və bunları bərabərləşdiririk, çünki tarazlıqdadır. 4P plus 100 bərabərdir 1000-ə. 4P bərabərdir 1000 çıx 100, 900. P də bərabərdir 225 qram. Deməli, bir paket yağın çəkisi nə qədərdir? 225 qramdır. Uyğun variant E variantıdır. Bu şəkildə həll etdik. Keçək növbəti suala, 15-ci sual. Deyir ki, 73-ü hansı natural ədədə bölmək lazımdır ki, qismət böləndən 3 vahid böyük olsun, qalıq böləndən 4 vahid kiçik olsun? Bu sualı həll etmək üçün də biz qalıqlı bölmənin xassələrini yadımıza salırıq. Məsələn, neçəni 3-ə böləndə 5 dəfə düşür, qalır, 2 qalır. Bilən fikirləşin, neçəni 3-ə böləndə 5 düşür, qalır, 2 qalır. Avtomatik biləcəksiniz ki, 3 vur 5 plus 2. Yəni 17-dir bu ədəd. Deməli, nə etmək lazımdır? Məhsul bölünəni tapmaq üçün, qalıqlı bölmədə məhsul bölünəni tapmaq üçün böləni qismətə vuraraq üzərinə qalıq gəlmək lazımdır. Ona görə də siz nə edirsiniz burada? 73-ü hansı ədədə bölmək lazımdır? Bilmirik ki. Bilmirik, x deyirik. Qismət böləndən 3 vahid böyük olsun. Qismət böləndən 3 vahid böyük. Bölən x plus x daxil. Onda qismət nə olacaq? X plus 3 olacaq. Qalıq isə böləndən 4 vahid kiçik olsun. Yəni x minus 4. X minus 4. Yəni belə olsun. X minus 4. İndi gəlin bu məsələni həll edək. Yenə də qalıqlı bölmədə bölünənin xassəsinə görə neyinirik? Böləni vururuq qismətə. Üzərinə gəlirik qalığı. Bu tənlikdə kvadrat tənliyi alınacaq. X-in kvadratı plus 3x, o da x, 4x. Minus 4, minus 73. Minus 4, minus 73. Yerlərini dəyişdik. Bərabər 0. X-in kvadratı 1000 plus 4x. Mənfi 77. Bərabər 0. Diskriminantla tapa bilərsiniz. Viyetlə də köklər tapa bilsəz. X1-iniz mənfi 11. X2-niz də müsbət 7 olar. Viyet teoreminə görə tənliyin kökləri hasili C-yə bərabərdir, sərbəstlikdən. Cəmi isə əks işarə ilə B-yə bərabərdir, yəni müsbət 4 olmaq üçün mənfi 11-dən 7 olmalıdır. Mənfi 11 müsbət ədəd deyil, kənar kökdür, kənar kök. Ona görə cavabımız 7 olur. Doğru variant da E variantını qeydə alırıq. 87 tamamilə eyni sualdır, demək olar ki, onu özünüz sərbəst işləyirsiniz. Keçdik 17-ci suala. 17-ci sualda deyir ki, ata oğuldan 34 yaş böyükdür, oğulun yaşı atanın yaşından 3 dəfə kiçik olarsa. Oğulun neçə yaşı var? Bu tip məsələlərdə, indi bu asan məsələdə, amma fərqi yoxdur, bu çətini də olsa. Bu tip məsələlərdə tövsiyə edirəm ki, belə bir sxem qurursunuz. Ata və oğul. Adlarını yazırsınız. Ata oğuldan, oğulun yaşı atanın yaşından 3 dəfə kiçik olarsa, oğula x deyirsiniz, atanın yaşı 3 sur x olur. Və fərqləri 34-dür. Bərabərdir 34-ə. 3x minus x bərabər 34, 2x 34, x də bərabərdir 17-yə. Oğlun neçə yaşı var? Oğlun 17 yaşı var. Uyğun variant C variantı olar. 18-ci sualda isə oxşardır, amma tam da eyni deyil. Burada biraz fərqli bir üsul deyə bilərəm. Ata oğuldan 25 yaş böyükdür. Oğlun yaşı atanın yaşından 8-də 3-nə bərabərdir. Burada yaxşı olar ki, yazaq oğul. K-larla verək, mütənasibliklə. Oğula 3K, ataya 8K verməklə 25 yaş böyükdür, fərqləri 25-də. 8K minus 3K bərabərdir 25-ə. Buradan 5K 25 olar. K da 5 olar. K 5 oldusa, atanı soruşur. Ata da 8K daxil. 8 vur 5 bərabər 40 olacaq. 40. Vəssalam. Bu da bu şəkildə gedir. Keçək 19-cu suala. 19-cu sualda da 3 ardıcıl natural ədədin deməli nəyi?
3 ardıcıl natural ədəddən ilk ikisinin kvadratları cəmi üçüncünün kvadratına bərabərdir. Buna oxşar sual keçən 9-cu sinifin buraxılış imtahana düşmüşdü. Deməli, 3 ardıcıl natural ədəd x olsun, x plus 1 və x plus 2 olsun. İlk ikisinin kvadratlarının cəmi, yəni x-in kvadratı üstəgəl x plus 1-in kvadratı bərabərdir üçüncünün kvadratı, x plus 2-nin kvadratı. İlk ikisinin kvadratları cəmi üçüncünün kvadratına bərabərdir. Müxtəsər vurma düsturlarına görə bu tənlikləri açsaq, onda belə bir ifadələr alınmış oluruq. 4x plus 4. Buradan x-in kvadratlarının biri islah olunur. X-in kvadratı qalır burada. 2x minus 4x mənfi 2x-dir. Mənfi 2x-dir. 1 minus 4 mənfi 3-dür. Bərabər 0. Viet teoreminə görə bu tənliyin köklərini tapsaq. x1, x2. Deməli, hasil mənfi 3-dür. Amma cəm mənfi 2-dir burada. Deməli, əsl cəm müsbət 2-dir. Yəni, burada mənfi 2-ni görməyizə baxmayırıq. Biz bilirik ki, cəm B-nin əksidir. Ona görə də 3 və mənfi 1 bu tənliyin kökləridir. Söhbət naturaldan getdiyi üçün mənfi bir kənar kökdür. Deməli, ədədlərimizin biri 3 olub, digəri 4 olub, üçüncüsü də 5 olub. 3, 4, 5. Qeyd edeyim ki, bu sual yazılı şəkildə düşəndə siz birbaşa yadınıza salsanız, Pisagor ədədləri kimi yadınıza salsanız ki, 3, 4, 5-dir və ora dərhal 3, 4, 5 qeyd eləsəz, bal verilməyəcək bu suala. Yəni, yazılı sualda hər bir detal yazılıb qeyd olunmalıdır, izah olunmalıdır. Ona görə də bu şəkildə izah eləməyiniz tövsiyə olunur. 20 təxminən eyni sualdır. 21 tipli suallar necə həll olunur? Kəsrin sürəti məxrəc sürətindən 15% böyükdür. Dərhal kəsr xətti çəkirik. Yuxarı yazırıq x, aşağı yazırıq x plus 15. X plus 15. Yuxarıda yazmışıq nə? X yazmışıq. Və ixtisar edəndə 4-də 3 alınır. 4-də 3. Kəsiri ixtisar edəndə özünə bərabər kəsir alınır. Məsələn, 10-da 5-in də qiyməti 0.5-dir. 10-da 5-i 5-ə ixtisar aparsaq 2-də 1 alırıq. 2-də 1-in də qiyməti 0.5-dir. Ona görə də ixtisar etdikdən sonra deyirsə, deməli özüdür elə. Bərabərdirlər. Təbii ki, buradan tənasüb vasitəsilə 4x bərabərdir 3x plus 45 olur. X də bərabərdir 45 olur. Deməli, kəsirimiz 45 bölünsün 60 şəklindəymiş. 45 plus 15. 45 bölünsün 60. Deməli, belə cavab yoxdur. Mən desəm 45 bölü 60. Mən aşağı baxdım. Bəli, C variantı. Mən 22-ə baxdım. 22 eyni sualdır. Oxşar üsulundan həll edin. Keçək növbəti suala. Sual 23. 3 ardıcıl cüt natural ədədin hasilini. Yenə də x plus 1, x plus 2. X plus 1, x plus 2. Onların cəmlə nisbəti x plus 1 plus x plus 2. Bərabərdir 4-ə. Gəlin bu misalı həll etməyə çalışaq. Məxrəcə fikir versək 3x plus 3 alınır. Deməli, x plus 1, x plus 2 düzdür. Məxrəcə fikir verin. 3x plus nə alınır? 3 alınır. 3x plus 3-dən də 3-ü çıxarsaq. Burada bir, deməli, mən 24-ə baxıram. 3 ardıcıl nöqtə. Yox. Burada bir yanlışlıq elədik. Deməli, mən 24 ilə 23 qarışdırdım suallarını. 23-də deyir ki, 3 ardıcıl cüt natural ədəd. 3 ardıcıl cüt natural ədəd. Ardıcıl cüt ədədlər bir-birindən neçə vahid fərqlənir? 2 vahid. Ona görə də biz nə edəcəyik? Biz deməli onları 2-2 artırmalıyıq. Baxırıq 23-ə. Deməli 3 ardıcıl cüt nömrələr x vurulsun x plus 2 vurulsun x plus 4 bölünsün. Onların cəmi x plus 2 plus x plus 4 bərabər 4-ə. Aşağı fikir versək, burada nə alınır? 3x plus 6 alınır. 3x plus 6-dan da 3-ü çıxartsaq nə qalar? X plus 2 qalar. Deməli, x plus 2-lər ixtisar gedər. Yuxarıda qalar nə? Kəsrin sürətində nə qalar? x plus 4. Məxrəcində nə qalar? 3 qalar. Bərabərdir 4-ə.
Vurub atsaq tənasüb kimi əldə etsək, x-in kvadratı plus 4x, 4 üçün 12, atdıq sola mənfi 12 bərabər 0. Viet teoremə görə bu tənliyin kökləri mənfi 6 və 2-dir. Diskriminantını tapa bilərsiniz, fərq eləməz. Vurğular əlimən tutmaq mümkündür. Mənfi 6, 2, mənfi 6 kənar kökdür, çünki söhbət naturaldan gedir. Deməli, bu ədədlərimiz bizim hansılar olub? Olub 2, olub 2 vahid böyük 4, olub 2 vahid böyük 6. Ona da fikir verin ki, axırda 2, 2 artır, yəni 2, 4, 6 ardıcıl cüt. Məsələnin şərtini axırıncı cümləsini xüsusilə də 2 dəfə oxumaq tövsiyə olunur. Bu ədədlərin cəmini soruşur. 2, 4, 6-nın cəmi o da eləyər 12, yəni uyğun variant A variantı olar. 24 eyni sualdır, keçək 25-ə. Bu tipli suallar necə həll olunur? Bu tipli suallarda uğurlu olmaq üçün nələrə fikir vermək lazımdır? Nələrə fikir vermək lazımdır? Deməli, ilk növbədə məsələni diqqətlə oxuyuruq. 2 briqada bir evi birlikdə 6 günə tikir. Birinci briqada bu evi ikincidən 5 gün tez tikə bilərsə, birinci briqada evi neçə günə tikə bilər? Düşünün ki, ustadır, usta gedir, hər hansı bir işi danışır, iş yiyəsi ilə. 20 günlük bir işi var. Ustanın 20 günlük bir işi var. 20 günlük işi var. Usta birinci gün bütöv günü işlədi. Günün sonunda o işin hansı hissəsini yerinə getirdi? Bu sualı bir dənə fikirləşin. 20 günlük işi var və bir gün getdi işlədi. Günün sonunda o işin hansı hissəsini yerinə getirdi? Avtomatik hamının ağlına gələn fikir budur ki, 20-də 1 hissəsini yerinə getirdi. Bəs ikinci günün sonunda 20-də 2 hissəsini yerinə getirdi. Bəs üçüncü gün sonunda 20-də 3 hissəsini yerinə getirdi. 5-ci gün sonunda 20-də 5, 19-cu günün sonunda 20-də 19, 20-ci günün sonunda 20-də 20. 20-də 20 hissəsini yerinə getirdi. Yəni 1 deməkdir bu. 1 o deməkdir ki, yəni iş tamamlandı. Ona görə də biz nə edirik? Burada bu tip məsələlərdə birinci yazırıq birinci briqada, sonra yazırıq ikinci briqada, bir də yazırıq birlikdə. Birinci briqada bu evi ikincidən 5 gün tez tikir. Birinci briqada əgər ikincidən 5 gün tez tikirsə, yəni az vaxtda, tez nə deməkdir? Az vaxtda. Tutaq ki, ikinci briqada x günə tikirsə, onda birinci briqada x minus 5 günə tikər. Biz bayaq demişdik ki, usta 1 gün işlədi və işin hansı hissəsini gördü? 20-də 1. 2 gün işlədi və işin hansı hissəsini gördü? 20-də 2. Bu birinci briqadada x minus 5 günə işi bitirəcəksə, 1 günə hansı hissəsini görər? 1 günə. 1 günə görər təbii ki, x minus 5-də 1 hissəsini. İkinci briqadada x günə işi bitirəcəksə, onda 1 günə hansı hissəsini görər? Təbii ki, 1 bölü x hissəsini. Və bu 6 günə tikər sözü nə deməkdir? İkisi briqada birlikdə, 2 briqada birlikdə deyir. Yəni, birgə onlar 6 günə tikəcəklərsə, birgə işləsələr 1 günə hansı hissəsini tikərlər? 6-da 1 hissəsini. Və bunların cəmi bərabərdir birgə işin cəminə. Beləliklə, 1 bölünsün x minus 5, 1 bölünsün x bərabərdir 6-da 1 tənliyini həll etmiş olduq. Buradan rasional kəsirlərin toplanma xassəsinə görə əköb tapırıq, x minus 5 hasildir. Birinci nərtəvini x-ə vururuq, ikinci nərtəvini x minus 5-ə vururuq. Bərabər edirik 6-da 1-ə. Daha sonra bu tənliyimizi həll etməyə çalışaq. Aşağıdan x-in kvadratı minus 5x alınır. Çarpaz tənasüblə. Orada da 2x minus 5 alınır. Altını da vursaq 2x minus 5-ə 12x minus 30 alınır. Daha sonra bu tənliyi həll edək. Buradan da x-in kvadratı minus 17x plus 30 alınır. Bərabər 0. Viet teoreminə görə bu tənliyin kökləri 15 və 2-dir. Kim viet teoremini bilmirsə, ümumiyyətlə öyrənməyə məsləhətli, sürətli olmaq üçün. Amma diskriminantla vurublar ayırmağını eləmək olar. İndi 2 dənə kök almışıq, 15, 2. Hər ikisi də naturaldır. Bəs hansını götürək?
Bu zaman nəyə diqqət etmək lazımdır? Əgər biz 15-i, yəni x-in qiyməti 15-i gətirib birinci kəsrdə yerinə yazmağa çalışsaq, mənfi alınacaq. Yəni birinci bir qadanın gördüyü işin gün sayı zaman mənfiyə düşəcək. Ona görə də 15 nədir? Kənar kökdür. 15 kənar kökdür və x bərabər 2 olur. Bu məsələlərdə xüsusilə çox diqqətli olun. Görün sonda nəyi soruşur? Birinci briqada evi neçə günə tikər? Daha doğrusu mən tərsinə dedim. 15 minus 5 müsbətdir. 2 kənar kökdür. Yəni 15 normal kökdür. Bunu belə qeyd edək. X bərabər 2 kənar kökdür. X bərabər 15-dir. Çünki x-in yerinə 2 qoyanda 2 minus 5 nə olur burada? 2 minus 5. Mənfiyə düşür. Ona görə də 2 kənar kökdür. Cavab 15-dir. İndi nəyi soruşur? X 15-dir. Nəyi soruşur? Birinci briqada evi neçə günə tikər? Birinci briqada x minus 5 günə tikər. Verin. Birinci briqada x minus 5-dir. 15 minus 5 bərabərdir 10 gün. 10 gün. Cavab 10 gün. Yəni B variantı. Sonunda nə istədiyinə bu məsələlərdə xüsusilə fikir verin ki, cavab səhv getməsin. Bu belə. Deməli, biz baxdıq burada 25-ci suala. 26-cı sual təxminən eyni sualdır. 27-ci sualda da buna oxşardı bir qədər. Müəyyən qədər fərqlənir. Deyir ki, müəyyən işi iki fəaliyyətdən biri təklikdə digərindən 3 dəfə tez yerinə yetirir. Yəni də birinci işçi, ikinci işçi birlikdə sxemini qurursunuz. Biri digərindən 3 dəfə tez yerinə yetirir. Biri digərindən 3 dəfə tez yerinə yetirir. O deməkdir ki, biri az vaxt eləyir, biri çox vaxt eləyir. Ona görə də az vaxt eləyənə x desək, x gün. Çox vaxt eləyən 3x günə görə olur. 3x gün. Birlikdə işləsələr həmin işi 3 günə yerinə yetirərlər. 3 gün. Onda yenə də 1 gün olan hissəni tapırıq. 1 bölü x hissəsini görər 1 günə. Bu görər 1 bölü 3x hissəsini, 3x da 1 hissəsini və bircə işləsələr 1 günə görərlər 3 də 1 hissəsini. Oxşar tənliyi qururuq. Buradan da əkov 3x-dir. Bunun hər tərəfini nəyə vururuq? 3-ə vururuq. 3 plus 1 4. Bərabər 3 də 1. Buradan da 3x 12, x də bərabər 4 alınır. İndi nədir bu? Hər fəhlə ayrılıqda neçə günə yerinə yetirər? Deməli, biz tapmışıq 4, o da 3x olur 12. Hansı daha tez yerinə yetirdi? 4 günə görə. Hansı daha gec yerinə yetirdi? 12 günə görə. Cavab olur 4, 12, uyğun variant olur A variantı. Keçək 29-cu suala. Katerin məsələləri əksər uşaqların çətinlik çəkdiyi sual tiplərindən biridir. Səbəb odur ki, əvvəl çətinlik çəkiblər, sonra gözləri qorxub hardasa. Daha sonra bu sualları görəndə yan keçməyə çalışıblar. Nəticədə bir arada, necə deyərlər, bir uçurum yaranır. Bu sualı izah edəcəm, amma bu sualla kifayətlənməyin. Oxşar sualların hamısını tapıb işləmək lazımdır. Hətta aşağı sinif kitablarında buna oxşar suallar var. Eyni zamanda müxtəlif riyaziyyatdan çalışmalar olan kitablarda məsələlərin də olduqca çox olur. Yəni, kitab dükanlarına girib belə məsələləri olan xeyli sayda kitab götürə bilərsiniz. Və götürüb işləmək lazımdır. Çox işləmək lazımdır ki, ondan sonra öyrənəsiniz və təbii ki, çətinlik olduqda da müəllimlərinizə müraciət edəsiniz. 29-cu sualda nə deyir? Aralarındakı məsafə 73,2 olan iki məntəqədən qarşı-qarşıya sal və kater eyni zamanda yola düşürlər. Katerin durğun sudakı sürəti 18,3 olarsa, onlar neçə saatdan sonra görüşərlər. Burada bir şey fikir verirsiniz ki, sal və kater eyni zamanda yola düşürlərsə, bu bir çaydır. Çaydır, çünki sal motorsuz, mühərriksiz bir nəqliyyat vasitəsidir. Qayıq, mühərriksiz. Bu saldır. Və o çayın hərəkət istiqamətində hərəkət edə bilər. Ancaq aşağı hərəkət edə bilər. Durğun suda hərəkət edə bilmir və çayın əksinə qarşı hərəkət edə bilmir.
Əgər kater onunla eyni zamanda qarşı-qarşı yola düşüblərsə, kater, onda 100% məlum olur ki, kater sayın əksinə hərəkət edib. Birinci məsələ budur. Salın mühərriki yoxdur. Yəni, bu nəqliyyat vasitəsi sayın əksinə hərəkət edə bilməz. Sal varsa, deməli, sal sayın istiqamətinə hərəkət edib. Onda kater əksinə hərəkət edib. Düzdür. Katerin sürəti 18.3-dür. Biz çayın sürətinə x versək, çay bərabərdir x olsa, onda salın da sürəti bərabərdir x olur. Bu sürətdir, sürət. Onda katerin sürəti axınla nə olacaq? Axınla katerin sürəti ilə çayın sürəti cəmlənir. X plus 18.3. Axına qarşı əksinədir. Deməli, katerin öz sürəti 18.3 olduğu üçün 18.3-dən çıx x olacaq. Biri 18.3 plus x, biri 18.3 minus x. Axına qarşı. Aha. Deyir ki, net saatdan sonra görüşərlər. İndi net saatdan sonra görüşərlər məsələsini tapmaq üçün. Birinci hazır qayda var. Qarşı-qarşıya hərəkət edən nəqliyyat vasitələri müəyyən S yolunu qət edərək V1, V2 hərəkəti ilə sürətləri ilə hərəkət edirlərsə, T bərabərdir S bölünsün V1 plus V2. Bu qarşı-qarşıya hərəkətin düsturudur. Qarşı-qarşıya hərəkətin zamanı tapılmasıdır. Yəni, görüşmə zamanı tapılmasıdır. Yəni, bizim hazır qaydaya görə T bərabərdir. Məsafəmiz nə qədərdir? Baxaq, 73.2. Sürətimiz nə qədərdir? 18.3. Ona görə də biz nə edirik? Götürürük 73.2-ni, bölürük salın sürəti x, katerin də sürəti axına qarşı 18.3 minus x. Bunlar toplayanda avtomatik burada alınır 4 saat. 70.2 bölünsün 18.3. X-lər getdilər. Biri salın sürəti idi, biri katerin sürəti idi. Bu cür yazma olar. Və yaxud da tənli üsulu ilə yazacağıq biz onu. Tənli üsulu necə yazma olar? Biz dedik ki, deməli, məsafə nə qədərdir? 73. Məsələ yenidən baxaq. Deməli, nə qədərdir? 73.2-dir. Okey. Deməli, indi biz S bərabər V vur T düsturuna görə bu məsələni həll edəcəyik. Katerin hal-hazırda axına qarşı sürəti nədir? Kater, sal. Sürət nədir? Sürət 18.3 minus x-dir. Və salın sürəti nədir? X-dir. Zaman. Onlar hansı zaman ərzində qət ediblər? Bilmirik. Zamana bir T deyək. Tutaq ki, onlar T zaman ərzində gəldilər və görüşdülər. Onda hər ikisinin qət etdiyi məsafələrin cəmi nəyə bərabərdir? 73.2. Yəni, düşünün ki, müəyyən zaman ərzində kater bu qədər məsafəni qət edib, salda bu qədər məsafəni qət edib. Amma ikisinin yekun cəmi nə qədər olacaq? 73.2. Yəni, ümumi yol 73.2 olacaq. Ona görə də biz nə edirik? S bərabər V vur T düsturuna görə sürəti vururuq zamana. Yəni, T vurulsun 18.3 minus x. Bu nədir? Bu katerin getdiyi yoldur. T vurulsun V. Üzərinə gəlinsin. İndi salın getdiyi yol. X vur T. Və bu yolların cəmi, onlar qarşı-qarşıya hərəkətdə olduqları üçün bu yolların cəmi 73.2 bərabərdir. 18.3t minus tx plus tx bərabər 73.2. Buradan tx-ləri islah etsək, t də bərabərdir 73.2 bölünsün 18.3. Buradan da t bərabərdir 4 olmuş olar. Tənli üsulu ilə bu şəkildə də yazmaq olar.
Başqa üsullar da var. Vaxtımız yetməsin deyə artıq digərlərinə baxmayaq. Keçək 31 tipli suallara. Bu da katil məsələsidir. Bir qədər şərt fərqlidir. Buradan nə edək? Bu lövhəni silək əvvəl. Lövhəni silək, daha sonra davam edək. Burada deyir ki, teplaxod 5 saat ərzində axına qarşı getdiyi məsafəni, axın istiqamətini 4 saata gedib. Durğun suda teplaxodun sürəti 45-dir, çayın sürətinin hər yerdə eyni olduğunu bilərək çayın axma sürətini hesablayın. Deməli, burada zamanı, ümumi zamanı verib. Ümumi zamanı var 5 saat. Daha doğrusu 5 saat ərzində axına qarşı getdiyi məsafəni 4 saat ərzində axın istiqamətində gedib. Axın istiqamətinə sərf olunan zaman 4-dür. Axın əksinə sərf olunan zaman 5-dir. Və durğun suda teplaxodun sürəti 45-dir. Çayın sürətini soruşur. Biz burada çayın sürəti x desək, onda katerin axınla sürəti nə olur? Axınla 45 plus x. Bəs axına qarşı sürəti nə olur? 45 minus x. Yenə də biz s bərabərdir v vur t düsturuna baxırıq. İndi düşünün, 5 saat ərzində axına qarşı getdiyi məsafə deyir. Məsafə nəyə bərabərdir? Sürət vurulsun zaman. 5 saat vurulsun. Axına qarşı nə deməkdir? Qarşı nə qədər olub sürət? 45 minus x olub. Bu oldu çayın axına qarşı, yəni çayın əksinə hərəkət. Axına qarşı hərəkətdir. Və hər ikisi çayın uzunluğudur. Yəni, burada yazırıq 4 vurulsun 45 plus x. Hər ikisi çayın uzunluğudur. Biri aşağıdan yuxarı, biri yuxarıdan aşağı. Çayın əksinə hərəkət edəndə 45 minus x yazırsınız. Çünki katerin sürətindən çayın sürəti çıxılır. Yəni, biraz məntiqlə düşünsək, kater çayın əksinə gedirsə, nə olacaq? Çay onu geri qaytarmağa çalışacaq. Bu daha böyük qüvvə sərf eləməlidir və sürət aşağı düşəcək təbii ki. Amma kater çayla hərəkət edirsə, çay istiqamətində hərəkət edirsə, onda sürəti daha da artacaq. Çünki çay da eyni istiqamətdə hərəkət edir, sürətlər toplanılır. Bəs yazdığımız 5 vurulsun 45 minus x nədir? Çayın uzunluğudur. Bəs yazdığımız 4 vurulsun 45 minus x nədir? Çayın uzunluğudur. Hər ikisi çayın uzunluğu olduğu üçün bərabər qoymuşuq. Hər ikisi eyni çayın uzunluğudur. Bəli, burada alınır 225 minus 5x. Burada alınır 180 plus 4x. 225-dən 180 çıxsaq 45 qalar. Mənfi 5x-i sağlatsaq müsbət 9x alınır. Buradan da x bərabərdir 5. 5 nə? 5 kilometr bölü saat. Bu nəyin sürətidir? Bu x-dən biz nəyi ifadə eləmişik? Çayı. Bu çayın sürətidir. Çayın axma sürətini hesablayın. Cavab olur 5. Bu şəkildə hesablanır. 32 eyni sualdır. Özünüz həll etməyiniz tövsiyə olunur. Keçdik 33-ə. Bu tip məsələlər necə həll olunar? Gəlin buna baxaq. Birinci fəhlə bir işi ikinci fəhləyə nisbətən 4 saat tez yerinə yetirir. 4 saat tez yerinə yetirir. Və əvvəlcə onlar 2 saat birlikdə işlədilər, sonra qalan işi birinci fəhlə tək işləyərək 1 saata yerinə yetirdi. Ənənəvi olaraq birinci fəhlə, belə bir şey, sxem qurun, model qurunda ikinci fəhlə və birlikdə. Birinci fəhlə 4 saat tez yerinə yetirir. Birinci fəhlə 4 saat tez yerinə yetirir. Əgər ikinci fəhlə x saata yerinə yetirirsə, x saata, onda birinci fəhlə x minus 4 saata tez yerinə yetirir. 1 saata birinci fəhlə işin hansı hissəsini yerinə yetirir? X minus 4'də 1. 1 saata ikinci fəhlə işin hansı hissəsini yerinə yetirir? X-da 1. 1 saata. Bu 1 saata görülən işdir. Amma bizə deyir ki, əvvəlcə onlar 2 saat birlikdə işlədilər. 2 saat birlikdə işləyiblər. Yəni
Biz bunları toplayıb vururuq 2 saata. Niyə? Çünki 1 saata görülən iş budursa, 2 saata görülən iş bunun 2 qatıdır. 2-yə vururuq. Sonra qalan işi birinci fəhlə tək işləyərək 1 saata yerinə yetirdi. Birinci fəhlə tək işləyəndə 1 saata işin hansı hissəsini yerinə yetirirdi? Bax, işin yerinə getirirdi bu hissəsini. Bu hissəsini yerinə yetirirdi. Yəni 1 bölünsün x minus 4. Bu hissəsini yerinə yetirirdi. Ona görə də bura 1 saata görülən işin hissəsi 1 bölünsün x minus 4 yazırıq. Və bir şey fikir verin. Burada bir açar söz var. Ona fikir verin. Qalan işi, sözə bax, qalan işi birinci fəhlə tək işləyərək 1 saata yerinə yetirdi. Yəni buradan belə çıxır ki, iş tamamlanıb. Qalan işi də bu birinci fəhlə görübsə, təzədən. Onda iş tamamlanıb. İş tamamlanıbsa bu 1 deməkdir, vahid deməkdir. Məsələn, bayaq demişdik. Usta bir günə işin 20-də 1 hissəsini yerinə yetirsə, 2 günə 20-də 2 hissəsini, 3 günə 20-də 3 hissəsini, 19 günə 20-də 19-unu, 20 günə 20-də 20-sini. 20-də 20 nə deməkdir? 1 deməkdir. Ona görə də iş tamamlandığına görə burada 1-ə bərabər edirik. Beləliklə, bizim belə bir kəsrimiz, tənliyimiz alındı. 2-ni vururuq bunlara. Onda olur 2 bölünsün x minus 4. Üstə gəl 2 bölünsün x. Üstə gəlinsin 1 bölünsün x minus 4 bərabər 1. Burada x minus 4 eynidir. Bunları toplayarıq. 3 bölünsün x minus 4. 2 bölünsün x bərabər 1. Ortaq məxrəc tapırıq buradan. Əkov x minus 4. 3x-ə vurulur. 2 də vurulur x minus 4-ə. 2x minus 8 olur. Bərabər 1. Bərabər 1. Bu tənliyi də həll edirik. Buradan məxrəcə 1 qoyub çarpaz vursaq, x-in kvadratı minus 4x bərabərdir. Yuxarıdan da 5x minus 8 gəlir. Sola çəksək, burada mənfi 4x, mənfi 5x, mənfi 9x, amma müsbət 8. Bərabər 1. Tənliyin də kökləri 1-dən 8-dir. Tənliyin kökləri 1-dən 8-dir. İndi kənar kök hansıdır? Ona baxaq, tənliyə fikir verək. Tənlikdə 1 çıx 4 var. Bu hissəyə fikir verin. Birinci deməli, bu hissəyə fikir verin. Təbii ki, burada olmayacaq bu. Bu hissə. Burada olmayacaq bu. 1 çıx 4 mənfidir. Ona görə də 1 kənar kökdür. X olur 8. Qaydaq görək misalda bizdən nə soruşur? Misalda bizdən soruşur ki, bütün işi ikinci fəhlə təklikdə. İkinci fəhlə təklikdə gördük. X saatdır. Biz də x nə tapmışıq? Biz də x tapmışıq 8. Saat olur 8. Yəni x bərabərdir 8-ə. Buna uyğun variant da Y variantını qeydə alırıq. Bu şəkildə yekun bir dənə göstərək belə. Bax, bu şəkildə bu misal həll olundu. 34. Keçək 34-də. Əmanətçi əmanət kassasındakı pulun əvvəlcə 3/1-ni, sonra qalan pulun 5/3-ünü və əlavə 120 manat götürüb. Bundan sonra əmanət kitabçasında bütün pulun 15/1 qalıb. Əmanətin əvvəlki miqdarını tapın. Bu tip tənliklərdə buraxılış imtahanlarına, həm 9-un, həm də 11-in buraxılış imtahanlarına dəfələrlə düşüb. Yəni, buraxışa düşən sual tiplərindən biridir. Görək bu sual necə həll olunur. Əmanətçi əvvəlcə kassasındakı pulunun 3/1-ni. Kassadakı pula biz deyirik x. Kassa x olsun. Əvvəlcə 3/1-ni verdi. Getdi 3/1. 3/1-i getdisə hansı hissəsi qaldı? 3/2 hissəsi qaldı, bəli. X-in qaldı 3/2 hissəsi. 3/2x. Qalan pulunun 5/3-ünü verdi. 5/3-ünü verdisə hansı hissəsi qaldı? Qaldı 5/2 hissəsi. Mən birbaşa qalanları yazayım. Əvvəlcə 3/1-ni verdi, qaldı 3/2-si. İndi 5/3-ünü verdi, qaldı 5/2-si. Amma nəyin 5/2-si? 3/2-nin 5/2-si. Bu bizə nə verər? 15-də 4 verər. 15-də 4x qalıb hal-hazırda.
Əlavə 120 manata götürdü. Yəni bu qalan məbləğdən 120 manata getdi. Bundan sonra pulun 15'te biri qaldı. Bərabər nəyə? 15'te 1 x-a. 15'te 1 x. Vəssalam. 15'te 1 x. Bunu biraz yaxşı yazaq. 15'te 1 x. 1 x. 1 x. Beləliklə tənliyimiz 15'te 4 x minus 15'te 1 x. Çəkdim sola. Sağa atıram 120'ni. 15'te 3 x. Bərabər 120. Buradan ixtisarlar gedir 5. X da bərabərdir 5 vur 120 600. Cavab olur 600. Uyğun variant da olur D variantı. Keçdik 35 tipli suallara. 35 tipli suallar 34 izahı tam göstərək və siləcəyik bunu. Görək 35 tipli suallar necə izah olunur. 35 tipli suallar necə izah olunur. Eyni vaxtda iki körpüdən qarşı-qarşıya kater və sal yola düşür və kater 30 getdikdən sonra o bir körpüyə çatır və geri 20 qayıdır. Bunun bir dənə sxemini başa düşsək, məsələ aydın olacaq. Sxem necədir? Bu çaydır. Bu çaydır. Düşünün ki, bu çaydır. Çay aşağı doğru axır. Eyni vaxtda iki körpüdən qarşı-qarşıya. 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 Sal və kater yola düşür. Sal, kater. Kater yola düşür. Yenə də sal varsa, deməli, sal çay istiqamətində hərəkət edib. Niyə? Çünki sal motorsuz, mühərriksiz nəqliyyat vasitəsidir. Onlar qarşı-qarşıya hərəkət edirlərsə, onda bir mənalı olaraq sal çay istiqamətində hərəkət edib, kater çayın əksinə hərəkət edib. Ona görə də katerin sürətini burada biz nəzərə almalıyıq ki, ilk olaraq hərəkətin əksinə gedir. Geri qayıdıb fırlananda hərəkətin istiqamətində olur. Kater 30 km getdikdən sonra o bir körpü çatır. Sözə bax, kater 30 km getdikdən sonra 30 gedir, körpü çatır. Yəni, buradan belə başa düşülür ki, çayın uzunluğu, körpülərin arasındakı məsafə 30-dur. 30 gedir və körpü çatır. Daha sonra 20 km gələrək sala çatır. Deməli, kater 30 buradan gedir, 30 və 20 qayıdıb sala çatır. Onda salda burada olur, burada. Onda belə başa düşülür ki, bu məsafə ümumi 30-dur və salda 20 km gedir. 20 km. Amma ümumi 30 km-dir. Çayın sürəti 4-dür, katerin axınla sürətini tapalım. İndi burada bir şey fikirləşəcəyik biz. İki dənə biz deməli parametr təyin etməliyik. Kater, sual 1. Kater. Axına qarşı. Hansı sürətlə hərəkət edib? Katerin öz sürəti. Verilmədiyinə görə biz ona x deyirik. Onda axına qarşı sürəti olacaq x minus 4. Çünki çayın sürəti 4. X minus 4. Katerin axına qarşı sürəti budur. X minus 4. 2. Katerin axınla sürəti. Axınla sürəti də hər ikisi eyni istiqamətdə olduqları üçün sürətlər toplanılacaq. Olacaq x plus 4. İndi sual belədir. Kater axına qarşı nə qədər məsafə qət edib? Axına qarşı qət edib 30 km. Bəs axınla qət edib 20 km. Zamanı tapmaq üçün nə etmək lazımdır? Zaman nəyə bərabərdir? T bərabərdir S bölü V. Zaman bərabərdir yol bölü sürət. Ona görə katerin axına qarşı sərf etdiyi zamanı tapsaq, onda bu olacaq 30 km.
bölünsün x minus 4. Bəs axınla sərf etdiyi zaman tapsaq, onda bu olacaq 20 kilometr bölünsün x plus 4. Bəs yaxşı, bu iki zamanın cəmi nə qədər olacaq? Yəni kater çayın əksinə gəlib, o bir körpə çatıb və geri qayıdıb. Bu qədər müddət ərzində, bu hansı müddət ərzində baş verib, hansı zaman keçib burada? Bunu bilmək üçün sadəcə fikir verin ki, salın sürəti nə qədərdir? Salın sürəti çayın sürəti qədərdir, 4. Salın sürəti 4 olduğu üçün və sal 20 kilometr yol getdiyi üçün, burada fikir vermişək, və 20 kilometr gedərək sala çatdı. Yəni, kater gəlir, başlanğıc nöqtəyə düşür, çatır bura. Sonra buradan 20 qayıdır, sala çatır. 20 qayıdır, sala çatır. 30 belə gəlib, 30. Buradan da 20 gəlib, sala çatır. Onda sal buradan başlamışdı axı. Onda sal nə qədər yol gedib? 20 kilometr sal. 20 kilometr yol gedib və hansı sürətlə gedib? 4 kilometr bölü saat sürətlə gedib. Onda salın bu qədər müddət ərzində sərf etdiyi zaman nə olar? T bərabərdir 20 bölü 4 olar. Yəni 5 saat. Deməli, bu 5 saat ərzində sal 20 kilometr yol gedib. Amma kater 30 və 20 gedib. 50 kilometr yol gedib. Yəni, bunun sərf etdiyi zamanların cəmi 5 saatdır. Zaman eyni olacaq da. Eyni olacaq. Çünki bu 20 kilometri sal aşağı sürətlə hərəkət edib. Hər ikisi eyni vaxtda başlayıblar məntəqədə. Biri bu məntəqədə, biri o məntəqədə. Amma kater gəlib bunun məntəqəsinə də çatıb, əksinə də qayıdıb. Salın 20 kilometr məsafəyə qət etdiyi zaman ərzində kater 30 əksinə gedib, 20 də belə gəlib. Ona görə sərf etdiyi zaman eynidir. Çünki hər ikisi həmin vaxtda görüşürlər. Beləliklə, bizim tənliyimiz necə oldu? 30 bölünsün x minus 4, 20 bölünsün x minus 4. Bir daha izah eləmişəm. Bax, burada 30 bölünsün x minus 4-ün mənası nədir? 30 bölünsün x minus 4-ün mənası nədir? Katerin çayın axınına qarşı sərf etdiyi zamandır. S böl V. S böl V. Burada da 20 bölünsün x plus 4. Katerin axınla sərf etdiyi zamandır. S 20, V də x plus 4. Bax belə. Və bu zamanların cəmi 5 saatdır. 5 saat haradan gəldi? Salın getdiyi 20 kilometri böldük çayın sürətinə. Axı, çayın sürətinə salın sürəti eynidir 4. 20 bölü 4, 5. Bax, 5 oradan gəldi. Beləliklə, 30 bölünsün x minus 4, 20 bölünsün x plus 4 bərabərdir 5-ə. Bu təhlil həlliyik. 30 x minus 4, 20 x plus 4 bərabər 5. 30 ilə 20 ilə 5-in hər üstünü 5 aparsaq, 6 bölünsün x minus 4, 4 bölünsün x plus 4 bərabər 1. Bu tənliyi həll eləsək, təbii ki, rasional kəsilən toplama qaydasına görə əşyur tapırıq hər tərəfi. Birinci kəsin hər tərəfini x plus 4-ə vursaq, 6x plus 24. İkinci kəsin hər tərəfini x minus 4-ə vursaq, 4x minus 16. Aşağıda da x-in kvartı minus 16 alınır. Bərabər 1. Çarpaz tənasübünü həll etsək, x-in kvartı minus 16 bərabərdir 10x müsbət 8. Buradan sol tərəfə keçirsək, mənfi 12 mənfi 24. Bərabər 0 alaraq bu tənliyin köklərdə müsbət 12 və mənfi 2 olar. Hasil mənfi 24 cəm 10. Mənfi 2 çayın sürəti ola bilməz. Deməli, çayın sürəti nə olur? 12 olur. İndi isə gəlin bir baxaq, görək biz nəyi tapmalıyıq? Sualın şərtində bizə demişdi ki, katerin axınla sürətini tapalım. Deməli, biz çayın sürətini tapdıq 12. Daha doğrusu biz katerin sürətini tapdıq 12. Biz nəyə x demişdik? Katerin sürətini x demişdik. Deməli, katerin sürəti 12 oldu. Katerin sürəti bərabərdir 12. Və çayın sürəti nə qədərdir? Çayın sürəti əvvəldən verilib 4. Onda katerin axınla sürəti nə olur? 12 plus 4. Yəni cavab 16-dır.
uyğun variant Y variantı olar. Bax, bu şəkildə, bu misalda həll olunacaq. Keçdik növbəti suala. Sual nömrə 37. Bu hissəni silək. Deməli, oxşar məsələləri mən hara baxdım, mən səhv qeyd elədim desəm. Deməli, burada mən 35-ə baxmışdım. Cavab 16 burada yuxarıdadır. Bu 16-ya bu budur. Bunu mən səhv qeyd elədim. Yuxarıdakı da 35-ci suala baxmışdıq biz. 36 oxşar sualdır. Düzdür, biraz fərqləri var, amma olsun. Elə riyaziyyat da odur ki, yaradıcılıq lazımdır. Copy-paste olmaz da, yəni. Yaradıcılıq lazımdır riyaziyyata. Ona görə də tövsiyə edirəm ki, oxşar sualı da özünüz sərbəst işləyəsiniz. Keçdik indi növbəti suala. Bunları silək, təmizləyək. Bura hazır. Buranı da silək, belə təmizləyək. İndi isə keçək növbəti suallara. Deməli, 37-ci sual. 37-ci sualda nə var? Sabit sürətlə hərəkət edən qatar dayanmış sərnişinin yanından 7 saniyə keçir. Uzunluğu 378 metr olan körpü isə 25 saniyə keçir. Qatarın uzunluğu neçə metrdir? Bu qatarla bağlı məsələlər həm də biraz məntiqi məsələlər hesab olunur, az da olsa. Burada bir şeyə fikir vermək lazımdır. Qatarın uzunluğu digər əşyaların uzunluğundan fərqləndiyi üçün, ciddi şəkildə fərqləndiyi üçün. Qatarın uzunluğu ilə bağlı olan məsələlərdə biraz fərqli məsələlər meydana çıxır. Nə meydana çıxır? Tutaq ki, bu insandır. Bu insandır və bunun gözləri. Bu insandır və bunun yanından qatar keçir. Böyük bir qatar keçir, təsəvvür edin. Bu zaman qatar nə qədər yol getmiş olur? Bunu bir xət kimi qeyd edək və qatarı bu şəkildə qeyd edək. Və qatarın buradan bayrağını göstərək. Bayrağını. Bu da adamdır. Düşünün ki, qatarın adamın yanından keçməsi nə deməkdir? Bu hansı anlamı verir? Bu anlam verir ki, qatarın ilk vaqonunun ən yaxın hissəsi insana çatsın, adama çatsın və tərk eləyəndə də ən sonuncu vaqonun ən arxa hissəsi adamı tərk eləsin. Bax, ən sonuncu hissə insanı tərk eləsin. Bax, bu onda sayılır ki, qatar insanın yanından keçdi. Yəni, bu bayraqları müqayisə eləsəz, bir dənə bayraqların arasında fikir verin. İnsan eni çox da cüzi bir cəmiyyətdir də, yəni bunu saymaq olar. Qatar öz uzunluğu qədər yol getmiş olur. Bunu yadda saxlayırıq. Qatar insanın yanından keçəndə, bələdçinin yanından keçəndə, nəzarətçinin yanından keçəndə, hər hansı bir ağacın yanından keçəndə, yadda saxlayın, qatar öz uzunluğu qədər yol gedir. Amma qatar tuneldən keçəndə, burada vəziyyətiniz olur. Bu tutaq ki, tuneldir. Tunel. Qatar gəldi bura qədər. Bu bunun bayrağı. Bir də qatar tərk elədi tuneli. Bu da yenə bunun bayrağı. İndi siz bu ilk hissə ilə, bayrağı ki verin. Bayrağı rəngin fərqləndirək. Buradan bayrağın rəngini fərqləndirək. Bayraq bu hissəyə baxın. Bayrağa baxırıq. Bir də burada bayrağa baxırıq. Bu hissəyə baxırıq. Və buradakı fərqə fikir versək, görəcəyik ki, qatarın getdiyi yol nə qədərdir? Tunelin və qatarın öz uzunluğu qədərdir. Qatar körpüdən, tuneldən keçəndə yadda saxlamaq lazımdır bunu bir sözlə. Qatarın getdiyi məsafə tunel və qatarın cəminə bərabərdir. Tunel plus qatar.
Bu iki məsələni biləndən sonra qatar məsələlərini rahatlıqla həll etmək mümkün olacaq. İndi gəlin məsələyi işə salaq. Bir cümləni yadda saxlayırsınız. Qatar insanın yanına keçəndə öz uzunluğu qədər yol gedir. Qatar tunelin yanından keçəndə isə, tuneldən, körpüdən keçəndə, tunelin və özünün uzunluqlarının cəmi qədər yol gedir. Bax, bu sözü yadda saxlayırıq. İndi isə keçək məsələyə. O çetin məsələ. Sabit sürətlə hərəkət edən qatar. Sözə bax, sabit sürətlə. O deməkdir ki, V1 bərabərdir V2-yə. Dayanmış sərnişin yanından 7 saniyə keçir. Uzunluğu 3,78 metr olan körpü isə 25 saniyə keçir. Qatar uzunluğu neçə metrdir? Qatarın uzunluğu, X olsun. Onda tunelin uzunluğu nə qədərdir? Tunel. Körpü yəni. Körpü. Tunel silək bunu. Körpü yazırlar. Körpü yazaq. Körpü. 378'dir. Deməli, adamın yanından keçəndə nə qədər yol gedir? Qatar. Öz uzunluğu qədər. Bəs körpüdən keçəndə nə qədər yol gedir? Körpüdən keçəndə. Körpü ilə öz uzunluğunun cəmi qədər. X plus 378 qədər yol gedir. Aha, indi gəlin sürətləri tapaq. Sürətin düsturu necə idi? V bərabərdir S bölü T. Ona görə də adamı keçir 7 saniyə X metr uzunluğunda məsafə qət etmək şərti ilə. Onda X bölü 7 olacaq da bunun sürəti. X bölü 7. Tuneli keçir X plus 378 metreye keçir. Hansı saniyə? 25 saniyə. S bölü V uzunluq bölünsün zaman. S bölü T bərabərdir nəyə? V. Uzunluq bölünsün zaman. Bərabər nəyə? Sürətə. Və sürətlər sabit olduğu üçün onda sürətlə bərabərdir. Beləliklə bizim tənliyimiz nə oldu? X bölü 7 bərabərdir. X plus 378 bölünsün 25. Çünki sürətlər sabitdir. Buradan tənliyi həll etsək, tənasüb vasitəsinin 25x bərabərdir. 7x plus 378 vurulsun 7. 25x-dən 7x-dən 18x alaram. 18x bərabərdir 378 vur 7. 378-i 18-ə bölsəm, düşür 2 dəfə 36, 18, 21 dəfə. 21 vur 7. Buradan da x olur 147 metr. Beləliklə, qatarın uzunluğu 147 metr olubmuş. Uyğun variant D variantı olar. Daha sonra keçək növbəti məsələlərə. Yaşla bağlı məsələlər var. Bunlar necədir? Yaşla bağlı məsələlər. Deməli, Səid, Akif və Turalın birlikdə 240 manat pulu var. Və Səidin pulu Akifin pulundan 2 dəfə çoxdur. Avtomatik bu tip misallarda qarışdırmamaq üçün yazın Səid, yazın Akif, yazın Tural. Səidin pulu Akifin pulundan 2 dəfə çoxdur. Akif x, Səid 2x. 2 dəfə çoxdur. Dəfə vurmaq deməkdir. Tural Səiddən 10 manat azdır. 2x minus 10. Və cəmləri 240 manatdır. Ona görə də toplayırıq. 2x plus x plus 2x minus 10 bərabər 240. Toplasaq buradan 5x, onu sağa atsaq 250. Buradan da x-i tapsaq, x də bərabərdir 50 olur. Səid 2 vur 50, 100, Akif 50, da 100 çıxın 90. Turalın pulu cavab 90. Bu şəkildə yazırsınız, tənliyi qurursunuz, əldə edirsiniz. 39-cu sual deyir, biri o birindən 2 vahid böyük olan 2 natural ədədin kvadratlar cəmi 452 bərabərdir. Biri o birindən 2 vahid böyük olan, biri x, biri də x plus 2. Kvadratları cəmi bərabərdir. 452. Çox şagirdin, çox deməyək, nə bilim, müəyyən bir faiz şagirdin elədiyi səhv olur ki, götürüb x-in kvadratı plus 2-nin kvadratı, yəni kvadratların cəmini yazır. Bu cəmin kvadratıdır. Ayrı-ayrı ədədlərin kvadratları cəmidir. Amma burada x plus 2-ni
cəmin kvadratı kimi yazmaq lazımdır. X-in kvadratı plus 2-nin kvadratı kimi deyil. X-in kvadratı plus 4x plus 4 bərabər 452. Buradan 2x-in kvadratı plus 4x minus 448. Hər tərəfi 2-yə bölsək, x-in kvadratı plus 2x minus 224 bərabər 0. Bu tənliyi də diskriminantla həll edə bilərsiniz. Viyetlə həll edə bilərsiniz. Bu tənliyin kökləri də mənfi 16 və 14 olar. 160, o da 64, 224. Bəli, mənfi 16 və 14 olar. Natural dilinə görə mənfi 16 kənar kökdür. Onda x-in biri 14 olar. Biri 14 olar. Bir də obrisinin 2 vay böyük 16 olar. 14 və 16-nın cəmini soruş, cavabı da 30 olar. 40-cı sual eyni sualdır, oxşar sualdır. Burada videonun çox uzun olmaması üçün videonu saxlayıram. Bu part 1 olsun, birinci hissə olsun. Növbəti videomuzda da ikinci hissəni paylaşarıq. Tövsiyə olunur ki, oxşar sualları tapıb işləmək lazımdır. Oxşar suallar da bir çox kitablarda var. Yəni, kitab dükanına girib riyaziyyat kitablarını vərəqləyə bilərsiniz və görəcəksiniz ki, çoxlu sayda belə məsələlər olan kitablar var. Aşağı sinif kitablarında, həmçinin test toplusunun oxşar suallarında bu suallardan işləmək tövsiyə olunur. Bu günlük bu qədər bəsdir. Sağ olun, təşəkkürlər.